Yuxuda gördüm İlham Əliyev gəlib, baxan da olsun Allaha. Mənə bir ki, həqiqətən qızlara bu çayın qoxusunu sizə bildirə bilsəm. Rəhmətlik. Allah sənə qəni-qəni rəhmət eləsin ana. Biz nənəmizə ana deyirik, papamın anasına. Mən onun yanında çox olmuşam deyə dağda, fermada, bağda onun elədikləri yadımdadır da. Belə deyirdi, bala, xoruz quyruğu çay dəmlə. Uy, az deyirdi, baş. Yayda o çayı içməsəm elə bir dünya, elə bir yorğunam. Az demirəm, soyuq su içməyin. Dağdayıq, Laçında dağda olurduq da, qışqırırdı bizim nəvələrimiz. Az demirəm, o buz kimi su içməyin, gəlin o qaynar çay için. Yayın günü. Sizlərə belə olur. Allah buna rəhmət eləsin. O insan yuxuma nə vaxt girirsən, elə biləm dünyanı mənə veriblər də. Bir, həqiqətən də yuxuma bizim cənab prezident, Mehriban xanım həmişə yuxuma girib. Dəfələrlə olub ki, Mehriban xanımı yuxumda görmüşəm ki, mamam gildə kəndi evindəyik, təndirə çörək pişiriblər. Güya bunu Mehriban xanım pişirib. Yekə belə qırmızı çörəkdir, bax Quranan da olsun. Çörəyi üst-üstə mən yığdı belə də Gültəkin, ala bu 4 dənə sənindir. Onda gəldim, bax mən soaring menecer oldum, 4-5 dənə menecer çıxartdım. Nə bilim, çox şeylər olub da həyatımda. Yeni başlamışam bu işə, Opişt evdə yaşayıram, bir dənə də jurnalistluğumuz var, bir balaca. Mən həmişə yazıb ruçka göstərəm də, həmişə qrupa nə deyirəm ki, ruçkanız, dəftəriniz əlinizdə olsun. Yuxuda gördüm İlham Əliyev gəlib, baxan da olsun Allaha. Mənə bir də Gültəkin, gəl otur, mən planı mənə deyinəm, mən sənə yazıb göstərəcəm. Yəni, özə görəm çiyində belə həkim xalatı var da. Cənab prezident, Allah sizə ömür versin.